Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin tutduğu vəzifədən azad edilməsi müxtəlif şərhlərə səbəb olub. Bəzi iddialara görə bu addım Şeyxə qarşı prosesin başlanğıcı kimi qiymətləndirilir. Qlobal İnfoza danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Şeyx Azərbaycan müsəlmanları üzərində real təsir olmayan bir şəxsdir. Stat: Allahşükür Paşazadənin özünün məşhur ifadəsi var. O vaxt belə bir söz işlətmişdi ki, mən 30 ildir Şeyxülislamlıq edirəm, amma hələ də vicdanın nə olduğunu bilmirəm. Əgər onun özündə vicdandan bir əlamət olsaydı, ərizəsini verib könüllü şəkildə gedərdi. İllərdir onu Rusiya KGB-sinin polkovniki adlandıranlar və bu istiqamətdə müxtəlif iddialar səsləndirənlər olub. Digər tərəfdən, Qarabağ müharibəsi dövründə Şeyxin İranın mövqeyinə yaxın çıxışlar etdiyi, Azərbaycanın qazandığı uğurları İranın dini rəhbərinin adına bağladığı barədə məlumatlar yayılmışdı. Bu mövqe ciddi polemikaya səbəb olmuşdu. Şeyx vəzifədən uzaqlaşdırılmalıdır. O, Azərbaycanın geosiyasi ehtiyaclarına cavab verməyən bir fiqurdur. Şeyxülislam yalnız dini təbliğatla məşğul olmamalı, eyni zamanda dövlətin xarici siyasətinə uyğun mövqe ortaya qoymalı, strateji məsələlərdə dövlət xəttini dəstəkləməlidir. Onun Rusiyaya bağlı olduğu və ümumilikdə Azərbaycanın Türk dünyasına inteqrasiyasını istəmədiyi barədə fikirlər mövcuddur. 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan münasibətlərində narazılıq yaradan bəyanatlarının təsadüfi olmadığı düşünülür. Bu səbəbdən hesab edirəm ki, onunla bağlı şəxslər də vəzifələrdən uzaqlaşdırılmalıdır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.